Salam əziz dostlar. Sözüm bəzi ilahiyyatçılara, bəzi təbliğ eləyənlərə, mübəlliğlərə, vəz eləyənlərə, moizə eləyənlərədir. Bəzən çıxışlarında deyirlər ki, kim filan zikri filan qədər desə, filan duanı filan qədər desə, Allah onun hacətini verər. Dərhal verər və yaxud hacətini verər. Filan alim, filan arif bu zikri, bu əməli həyata keçirdib, təcrübədən keçirdib və nəticə əldə edib, hacətini alıb. Siz də eləyin, hacətinizi alın. Bunu eşidən avam, ya müsəlman, fərqi yoxdur, mömin, gəlir, həmin o dediyi üsulda, o qaydada o zikirləri eləyir, ya o duaları eləyir, amma hacətini ala bilmir. Hacətini ala bilməyəndən sonra da Allahdan küsür. Allahdan küsür. Belə olan surətdə də götürüb dindən çıxırlar yavaş-yavaş. Allaha inancları itir, dinə inancları itir və nəticə etibarı ilə də Allahdan uzaqlaşırlar. Gedirlər başqa bir şey olurlar, başqa bir din qəbul edirlər, ya dinsiz olurlar. İnsanlar arif deyil. Bu birinci məsələ. Alim deyirlər. Ki, o zikirlər, o dualar hər kəs üçün deyil. Hər kəsə aidiyyəti yoxdur onun. O kəsə aidiyyəti var ki, onun o təmizdir, pakdır. Hələ onların da duasının dərhal hacətinin verilməsi məsələsi hələ real da deyil. Allah istəsə verər, istəməsə verməz. Allahın hacət vermə prosesi belə deyil ki, onun sırf öz iradəsinə bağlıdır Allahın hacət vermə prosesi. Və fərdi şəkildə də ümumilik xarakteri daşımır. Eyni şeyi, eyni əməli iki nəfər eləsin, birinə verəcək, birinə verməyəcək. İstəyən adamın istədiyi şey ona məsləhətdirsə ona verəcək. Məsləhət deyilsə daha yaxşısını verəcək. Və yaxud axirət aləminə saxlayacaq. Bu şərt deyil ki, elə istəyən kimi Allah versin. Belə bir məsələ yoxdur. Ona görə belə şeylər deyib, cəmaatı ümidləndirirsiniz. Sonra da cəmaat götürüb, onları eləyib, əldə eləməyən də hacətlərini Allahdan soyurlar, Allaha inancları itir, duaya inancları itir, zikrə inancları itir. Belə şeylər eləməyin, qardaşlar. İnsanları Allahdan küstürməyin. İnsanların Allaha olan inanclarını zəiflətməyin. İnsanın duası qəbuldur. Allah Qur'an-ı Kərimdə buyurur. Ud'uni əstəcib ləkum. Dua eləyin, icabət eləyim. Cavab verim. Amma o cavabı dərhal verəcəm, belə bir anlayış yoxdur. Allah nə vaxt istəsə verəcək. İstəməsə də verməyəcək. O da baxır həmin istəyənin hacətinin nə olmasına və istəyənin özünün vücudunun, mənəvi aləminin nə olmağına. Hər yerindən duran hər nə istəsə Allah onu verməyəcək ki. Məsləhət bilsə verəcək, məsləhət bilsə verməyəcək. Və yaxud daha yaxşısını verəcək. İnsanların inancı ilə oynamayın. Onlara ümid verib onların ümidlərini qırmayın. Bu qədər. Sağ olun.